Salam qızlar, necəsiz? İnşallah yaxşı olarsınız. Məni soruşsanız, mən də yaxşı olmağa çalışıram. Sarıköklü yemək bişirmişəm yoldaşım üçün, ona görə rəngi elədi. Buraları da xlorlayıb təmizləmişəm. Yoldaşım işdən gəlir, indi onun üçün yemək hazırlayıram. 2000 years Demək later. qızlar, səhər yeməyini hazırlamağa başlamışam. Dünən daha çəkmədim, çünki yorulmuşdum, yatdım. Dedim, elə bir yolluq sabah davam eləyərəm. Ən sevdiyim səhər yeməyidir qızlar. Xaçapuri ilə, kofe, krem pendirlə. Demək qızlar, yoldaşımla getdik bazarlığa səhər. Biz ümumiyyətlə, yoldaşım səhər tezləndən durur. Mən də qoyum yatmağa. Belə çox bir şey almadım zaten. Ətim var idi, toyuğum bitmişdi. Kartof götürdüm, sarımsaq götürdüm. Kərə yağım bitmişdi. O kərə yağını mən ancaq ortalıqda işlədirəm. Toyuq götürdüm bir dənə, toyuq ciyarı götürdüm. Yoldaşım xoşlayır, amma mən nədənsə ürəyimə yatmır. Yəni, sevib yeyə bilmirəm. Özümdən asılı deyil. Ümumiyyətlə, mən tam vegetarian olmasam da, yəni ət yəni yeyə bilmirəm. Belə çox aram yoxdur, yəni. Kola götürdüm. Toyuğun farşını götürdüm. 2 cürə götürdüm. 2 ədəd götürdüm. O da yaxşı idi, qiymətləri münasib idi. Bir də qızlar, belə yəni ki, həvəssiz danışıram. Əslində, bu həvəssiz danışmam xəstəliyimlə bağlıdır. Qripdən heç cür sağala bilmirəm. Yəni, qrip canımdan çıxmır. Keçən il sentyabr ayından, yəni mən bağçada işləyirdim. Orada uşaqlardan düşdü mənə qrip. Mən işdən çıxmışam düzdür, amma hələ də ayılıb özümə gələ bilmirəm. Nəysə, uzun sözün qısası, özünüz canınızı qoruyun. Bəlkə də yaş gedir ondandır, artıq 28 yaşım var. Nə bilim, bilmirəm, amma onu bilirəm ki, sağla bilmirəm. Demək qızlar, mən kotlet eləyəcəm. Xoşlayıram mən, həm yumşaq olur, sulu olur içi toyuq kotletinə. Kartof, kök, soğan bol eləyirəm. Ətim hələ açılmayıb. Ona görə dedim ki, ətim açılana qədər mən də yoldaşımla çay içim. Sonra başlayaram bişirməyə. Xəmir elədim qızlar. İstəyirəm ki, biraz pizza eləyim. Biz sadə sevirik qızlar. Yoldaşım üçün də zeytun xoşlamır da. Ancaq hələ bibər də təzə zorla. Yəni ki, əlavə eləmişəm. Amma deyinir də, yəni. Demək qızlar, həm dedim burger hazırlayım. Çoxdan da hazırlamadım. Toyuq kotletini də ona görə toyuq burger hazırlayacaqdım. Həm də pizza belə fast food yeməkləri hazırlamaq istədim. Yoldaşım xoşlayır. Amma çörəyim super olmuşdu. Yumuşaq idi. Elə adi mayadan hazırlamışdım. Mən xəmiri hazırlayıram. Üstünə də biraz yağ qoyub acımağa qoyuram. Onda da xəmir yumuşaq olur, qəşəng olur. Bu da burgerlərimin son halıdır. Daha da qəşəng idi, pis deyildi. Demək qızlar, bu da xanada verilən şokolad idi. Bunu sizlərlə bölüşmək, buraları sərgiyə salırdım, elə sizə də göstərmək istədim. Əllərimi də görürsünüz, Lusinə günə salıbdım. 2000 years later. Onun kuxanı sərgiyə saldım, yığışdırdım. Ki, işlərim çoxdur, gedib işlərimi həll eləyəcəm. İş bitir ki, İndi oranı yığışdırırsan, bura dağılır, buranı yığışdırırsan, ora dağılır. Yəni, sərgədə qalmır. Hələ ki, bizdə uşaq, hələ ki, uşaq yoxdur. Belə günorta yeməyimiz, belə sizlərə çəkib göstərmək istədim. Dolma var idi, xala deməkdə, onları bişirdim. Burada qızlar, bazarlığa getdik, yenə ət götürmüşdüm. Yarım kilo idi deyəsən, yarım kilosuna 8 manat, necə qəpik verdim, 9 manat. Göyərti götürdüm biraz. Yağ götürdüm. Endirmə düşmüşdü. Belə bir balıq götürdüm. Mən xoşlayıram
Yoldaşım sevmir. Mənim sevdiyimi yoldaşım sevmir. Yoldaşın sevdiyini də mən sevə bilmirəm. Şeker tozu götürdüm. Xırdalanda Megastore-da əvvəl bizim market idi, sonra Megastore oldu. Orada aparat gətiriblər, simsik aparatı, isti-isti, çox qəşəngdir. Həm də ki, qızlar sərf eləyir, 1 manata dolu paket verir. Düzdür, biz hər dəfə alanda mən də yoldaşım da simsikanı çox sevirik, yəni çox ciddiyirik. Yəni 3-4 manatlıq, 5 manatlıq alırıq. 2 gün bəs eləyir o bizə. Belə fərqli çörəklər aldım. İyi də bu qədər qızlar. Sağ olun, sağlıqla qalın. Hələlik görüşənədək.